Amerika deyir ki, Tehran razılığa gəlir. Tehran deyir ki, biz belə bir şey deməmişik. Gündəm xəbərin efirində 12 iyun tarixində və dünyadan bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İran tərəfi Amerika prezidenti Donald Trump'ın və bir sıra xarici media orqanlarının Tehranla Vaşinqton arasında razılıq əldə olunması və bu sazişin məhz bu bazar günü Cenevrədə imzalanacağı barədə yaydığı məlumatlar məhz qəti şəkildə Tehran tərəfindən təqzib edilib. Belə ki, İranın danışıqlar qrupuna yaxın olan Fars agentliyinin mənbəsi bildirir ki, ölkədə məsələnin nəzərdən keçirilməsi və qərar qəbulu prosesi hələ ki başa çatmayıb. Ona görə də hər hansı bir sənədin imzalanmasından danışmaq tamamilə məhz vaxtsızdır. Mənbə həmçinin onu da xüsusi olaraq vurğulayır ki, imzalanma tarixi kimi göstərilən bazar günü və məkan qeyd edilən Cenevrə şəhəri barədə yayılan xəbərlər isə reallığı heç də əks elətdirmir və bu informasiyalar tamamilə dezinformasiyadır.